Adətən çox gözəl buyurdunuz. Bəli, traktor həqiqətən elə türklərin elə bir hüviyyəti olmuşdur və dünya da buna şahid oldu bunların o qəhrəmanlıqlarında, bunların o çempionluqlarında ki, bu qədər millət gedir stadiona, bunları alqışlayır, bunları himayət eləyir. Bu həqiqətən tarixdə yəni birinci dəfə olub. Hətta o siz demişkən o böyük deyərlər vərzişi karşınasların da nəzərində buydu ki, bu qədər millət heç bir taxıma, heç bir timə bu qədər stadionlarda, meydan vərzişlərində huzurlar olmayıblar və tapmayıblar. Aydın, sizin nəzərinizə niyə traktor türklərin bir hüviyyəti, bir simvoli, niyə belə oldu traktor? Yəni siz bu belə deyək də, yəni biz elə bir ölkədə yaşayırıq, keçən videolarımızda da bunu vurğulamışıq. Bizim dilimiz, kitabımız, məktəbimiz, adımız yoxdur da. Mətbuat da ki, o vəziyyətdədir. Siz bunu peyvənd verə bilərsiniz ki, çün biz türklərin bir qaynağımız hal-hazırda yoxdur. Orada bir əskiklik, orada bir nöqsan var. Ona görə millətimiz, xalqımız gəlib gedib traktorun dalında, traktoru qabağa verməklə ya traktoru dəstəkləməklə, himayət eləməklə, yəni öz kimliyini, öz hüviyyətini istəyir dünyaya billəndirə. Siz bu barədə necə düşünürsünüz? O düşüncəniz də bizə bir buyurasınız. Odur ki, özünüz də buyurdunuz və mən də söhbətlərimin arasında bayaq dedim biləyizə. 40-45 milyon hala mütəğəyyir söhbətlər var ki, bu ölkədə türk yaşayır. Təbriz, Urmus, Sulduz, Maçu, Xoy, Salmas, Xiyal, Qəzvin, Zəncan, Qaşqayı, Ərac, o yüzden Xurasan, bu yüzden Sənəndəzdə, Qurvə və Kirman, hər yerə geçsən türkün izi var. Biləxərə bu əvvəl baxışdakı bahisi iftixardır. Türklər həmişə bu ölkədə yekə işlər görüblər, mərzbani eləyiblər, şəhid veriblər bu ölkəyə. Şəhid vermişik İrana, Azərbaycana, şəhid Başirilər kimi. Və bu mərzubumdan difə eləmişik həmişə. Amma 2019'da Transfer Market yəni mötəbərlərin saytlardan biridir. Gəldi traktorun təmaşagerlərinin üstündə görək ki, neçə min nəfər gəlir bir dənə oyuna, sadə oyuna. Miyancin tutdu ki, bəd Borussia Dortmund Alman, Barcelona, Bayern Münih, Manchester traktor oldu 5-ci. Dünyada oldu 5-ci. Sonra oldu Arsenal, İngiliz və Real Madrid, İspanya. Yəni nə bu? Yəni bizi görün la. Dünya bizi görür, siz də bizi görün. İçəridəkilər siz də bizi görün. Bu illikdə, yəni 2014'də River Plate Arjantin birinci oldu. Bir dənə nəşri Arjantini gəldi bir nəzərsənizi qoydu. Gene Borussia Dortmund Alman ikinci oldu. Manchester üçüncü, Inter ve AC Milan beraber, yani tüm bir şəhərinkiləri oldular dördüncü. Inter dördüncü, AC Milan beşinci, Real altıncı ve traktor yedinci. Yani traktordan aşağı gəlir AS Roma İtalya, Olympiakos, nə bilirəm Yunan ve Tottenham. Yani yuxarı ölkələrdən çox traktor takımının təmaşagər oldu. Nəşriyyat-ı mötəbəri dünya bu traktorun şampiyonluğuna residec elədi, yəni görsətdi. Dünyada hər bir yerdə yayıldı. Nəşri məşhur, yəni belə deyək, məşhur tərin nəşri sport, Gazzetta dello Sport İtalya, Guardian Britaniya və başqa mötəbər məntəqə, misli Galatasaray, Trabzon və Qarabağ əvvəlin təbrişləri onlar dedilər. Yəni bu görsədir ki, traktor dünyalıqca olub. Yəni tək İranın sərhədlərində deyil, dünyaya dağılıb məntəqəyə, qonşulara və hətta fərətər əz qarrə gedibdir. Yəni iftixar ələn qarri Asiya dər dünyadır. Bilhazı təmaşagər, yəni Asiya qarəsindən tənha timnişi gedir. Məsələn 5 dənəyə 10 dənənin içində və Rədəbəndidə qərar tapır. Bu hamısı qədir görsətməkdən ötür. Bizi görməlisiniz. Çarə yoxdur, bizi görməlisiniz. Biz öz dilimizi sevirik, öz kimlikimizi sevirik. Necə siz farslar sevirsiniz, o birisi ərəblər, bəluçlar, giləşlər, kim sevirlər. Baba biz də sevirik də bunun davası yoxdur. Nə davası var, nə bunu
yekətmək var ki, gəlin görək, yığışın, bunları tutun. Nə mənəyə, nə olub məsələn? Bayaq dedim biləyizəm. Türkdən bu ölkəyə tarixdə zərər gəlib. Türkdən bu ölkəyə tarixdə bir güllə atılıb, bir mərzidə bir yanlışlıq olub. Görsədim, mən eşitməmişəm. 41 yaşım var, görməmişəm, eşitməmişəm ki, Türk öz məmləkətinə bir dənə zərər versin. Bəziləri var, bəzi nicatlar var, bəli, zərər verirlər və bəzən görürsən, çox da bilələrindən ittifaqən istifadə olur mənasibdə.